Hamımız Allah'a hesab verəcəyik. Yeryüzündə belə bir bəndə olmayacaq ki, o Allah'a hesab verməsin. İndidən əməlin keyfiyyətinə bax ki, hesabın, nəticənin də keyfiyyətini görəsən. Çünki əməl keyfiyyəti cəhətindən elə nəfsül cəzadır. Sənə verilən mükafatın özüdür əməl. Sən bu qədərsən, o qədər alacaqsan. Onun üçün əməlin keyfiyyətinə baxmaq lazımdır. Bugün əməl gündüzdür. Sabah hesab verəcəksiniz. Sabah hesab gününüz olanda əməl eləmək imkanınız olmayacaq. Demək istəyir ki, əməlin keyfiyyətinə bax, hesabın asan olsun. Əməlinin istidlalına bax, hesabın rahat olsun.